Maşının açarı mənə verə bilərsən, yeni tanış olduğum qızla gəzəm. Əlbəttə oğlum, maşının açarı masanın üstündədir. İstədiyiniz qədər gəzin. Bizdə. Dədə, maşının açarını vermə, amma Zahir əminin oğlu ilə gedirik mağazinə gələk. Lotusan sən. Budur bura mağazinə maşınla gedib gəlsən. Ta tualetə gedəndə də maşınla get gəlik. Nə getsiniz mağazinə siqaret almağa, eləmi? Mamin, to maşının açarını ona versən, heç sən də dədənin oğlu deyilsən. Bir dənə drıngiletimiz var. Biri var yuxarıda yığıb dalından basırıq, zorla xoddanır. Qoşulu val kaşma Zahirin oğluna mənim maşınımdan qız götünə düşürlər. Qızıxıblar, heç bilinmir o Mazahirin oğludur yoxsa yox. Sovetin maşınında oturub əllərində pəncərədən çörən ətər sallayırlarsa, nətər cırırlarsa barmaqlarında siqaret. Heç Mazaratdi, Galenvanya sürənlər bunlar kimi eləmir. Sən Allah istəmirəm, ayna dur. Aya qızıxmış, tırt eləməyə get maşının ayaqqaltılarını gör. Elə bil içində camış gəzir. Atam, ama ayaqqabı aldım Aha, baxım Ala. Yenə gedib nə sarsaq şey alıb bu. Bu dermantindir. Bunu 1.25 mat almışsan, eləmi? Nə? 90... Ay Allah, 90 mat almışsan desəm evdə qan düşəcək. Nə? Sən gedib 90 mat ayaqqabıyı vermişsən. Nə? 90 mat? Nə? 90 matı mən mamana, bacına, nənənə, hamınızı splaşlı ayaqqabı alırdım. Sən qızıqmısan kişinin oğlu. Gedib 90 mat ayaqqabıyı vermişsən sən. Borcu xərcin için düzülür yallah oğlum, 90 mat ayaqqabı alır. Ay Allah, mən batdım nətər deyəcəm, Allah 90 mat almışam. Sən bərk gedən oğlansan axım, 90 mat ayaqqabı yenirsən. Heç kimi yanda deyib bizi gülüş vəziyyətinə salma. Bir ay bazarlığını ən yaxşı demirim mat almışam. Ata nə 25 mat, 20 mat almışam. 20 mat, dermantin deyil bu. Birazdan sonra bunun altı qopacaq kleydir. Sana 100 dəfə demişəm, bir şey alanda mənlə ged al. Hörmətli Ziba xanım, korona ilə bağlı verdiyiniz test pozitiv çıxdı. Ay Allah, mən öləcəyəm. Mən ölsəm ərimin nə vecnə? Yayıq töldüyəm, mən öldüm. Ev dədəmin evi bunun adına qalır. Gözlərinə bax onu, tülkü, matışqa şeydir. Heç qoymayacaq mənim qırxım çıxsın. Sıraz gedib qızıqıb bir arvad alıb gətirəcək. Hələ qaynanama bax, zıqqıldaya, öləm dəyə bütün nəslin başını yeyib. Qara qancıq deyək, qara qancıq, qapı qancığı, haqçı. Mənim başımı yemək istəyirsiniz. Sizi də koronaya salıb dalımca qayvarsanız aparmasam. Oy Allah, ərimlə qaynanama bir çay dəmləmişəm. Ay Allah, işçi doyassan. Onlar da sözlülür. Merhaba Enes, ben arkadaşlarımla buluşmaya gitsem. Tamam olur hayatım, kendini koru. Tamam olur hayatım. Bizden nişanlı olanlar. Mazahir, mən padrugalarımla şəhərə çıxıram gəzməyə. Hara çıxsan az, görüntülü zəngilə gör nə geyim sən əynə. Nə qarım, görüntülü zəngili nə geymişəm? Zəng eləyə bilmərəm, tələsirəm. Zəng elə baxacaq. Heç hara qoymuram sən, otur karavanda. Sən kimsən ki mən harasa qoymayasan? Heç mənim işimə dədəmlə nənəm qarışamır, atamla anam. Sən kimsən ki mən malasa getməyəm? Sadəcə motorya da başımı xarab eləmə. Az çirkələ dilləşmə, çirkələ dilləşmə. Allah, mənim qızım ölközünə qoyulan şey deyil. Sadəcə motorun